dayanmışdı, minbərdə xütbə eləyirdi. Bir nəfər kasıb gəldi. Gəldi, oturdu imkanlının yanında. İmkanlı da biraz gördü, kasıb çəkdi paltarını belə bir tərəfə, biraz çəkildi bu tərəfə. Peyğəmbər minbərdə xütbəni saxladı. Dedi, filan kəs dedi, bəli, qorxdun onun kasıblığından sənə keçər, yoxsa sənin sərvətin ona keçər. Dedi, səhv elədim, ya Rasulallah. Dedi, bəli. Dedi, neyniyim? Dedi, bax da. Gəldi, üzünü tutdu kasıba, dedi, kasıb, sərvətimin yarısını sənə verirəm, məni halal elə. Dedi, halal elədim, amma istəmirəm. Dedi, niyə? Dedi, qorxuram, mən də sənə kimi imkanı olaram, bir nəfər kasıb gəlib yanımda oturanda mənə çəkilərəm biraz kənara. Əlbəttə, o götürsəydə eybi yox idi, ya, imkanı olsun, elə olmadı, adama deyərlər. Sən gedi zamanında əlindən tut günə. Yaxşı tərəfə fikirləş də. Hər halda heç onunla da işim yoxdur, o kim idi. Siz Rəsul-i Əkrəmin əxlaqına baxın. Rəsul-i Əkrəmin əxlaqıdır bu. İnsanlarla davranışıdır bu. Keçdim ondan.